Hamıya salamlar, əziz izləyicilər, dostlar və tamaşaçılar. Gözəl bir videoda sizi salamlayıram. Bugün sizə həm başlanğıcda Alanya'nın mənim ən sevdiyim hissəsidir bura. Bura Alanya'nın mərkəzinin giriş hissəsidir. Yəni bura Oba ilə Alanya'nın kəsişdiyi yerdir. Məsələn, qarşıda Oba məhəlləsi başlayır və bu tərəfə Alanya'nın mərkəzinin başlandığı yerdir. Və buralar mənim ən sevimli yerimdir. Çox gözəl mənzərədir burada. Alanya qalası tam gözlər önündədir. Bugün 6 yanvar 2026-cı il. Havanın temperaturu tamına 18 dərəcə göstərir. Hamı yürüyüşə çıxıb, gəzməyə çıxıb. Adi günlərdən biridir. Çox gözəl hava. Baxın, hətta qol açıqda gəzənlər var, turistlər. Və bu gözəlliyi, bu gözəl başlanğıcı sizə təqdim edirəm. Amma bugünkü videomda əsas məqsəd sizə çox gözəl bir yeni kompleksi təqdim edəcəm. Hansı ki, baxın, düz burada yerləşir. Bəli, tam Alanya'nın qəlbində, Alanya'nın göbəyində yerləşən dənizə sıfır gözəl bir bina. 2 korpusdan ibarətdir. Mən isə bu binanın ən bahalı penthouse'unu sizə göstərəcəm. Balkon oradır. Yəni bu mənzərə gözünüzün önündə, yəni səhər, axşam, günorta, nə vaxt gözünüzü açırsınız evdə bu mənzərə ilə qarşılaşacaqsınız. Və yolu keçirsiniz dəniz. Bura Keykubat çimərliyidir, qarşıda Kleopatra plajı, restoranlar, kafelər, hər şey buradadır. Bina isə 2 illik binadır. Əlbəttə, mən yenə deyirəm, artıq videoda addan görürsünüz, mən həmişə qiyməti yazıram. Bu ən bahalı evdir, amma bu binada 1+1, 2 otaqlı mənzillər də var. 180-190 min avrodan etibarən başlayır. 1+1, 2+1 və s. Belə mənzilə sahib olmaq istəsəniz, indi görəcəksiniz, əlaqə saxlayın. Bu gözəl mənzərə, bu relaks, bu necə deyərlər, insana huzur verən mənzərəni siz öz balkonunuzdan seyr edə bilərsiniz. Mən isə gedirəm sizə kompleksi yaxından tanış eləməyə. Tam infrastrukturalı gözəl bir yaşayış kompleksidir. Tam binanın önündə dayanacaq. İstədiyiniz tərəfə gedə bilərsiniz. Və binanın önünə doğru keçdim. Baxın necə yaraşıqlı binadır. A blok, B blok. Arxa tərəfdən yeraltı parkingi var. İndi içərdən düşüb baxarıq. Çox yaraşıqlı, ağ bina, şüşəli balkonlardır belə. Doğrudan da Alanya'ya yaraşan, yaraşıq verən bir binadır. Tanınmış inşaat şirkətlərinin binasıdır. Bina olduqca yeni olduğu üçün hələ də satılmamış evlər var. Həm də qiymətlər burada dənizə sıfır. Bir də Alanya mərkəzdə qiymətlər aşağı olmur. Baxın, tam olaraq binanı buradan göstərdim sizə. Kiralıq da mənzillər ola bilər, əlaqə saxlayarsınız. Və indi içəri daxil olacağıq. Maşınları həm binanın önündə də park edə bilərsin, amma dediyim kimi aşağıda qapalı park hissəsi də var. A blok, B blok. Və önündə belə şəlalələr var. Keçirik içəriyə. Bəli, əziz dostlar, içəriyə daxil oluruq. Abi, merhaba, kolay gəlsin. Belə bir resepsiyon hissə var. Hər zaman burada kimsə olur, sizi qarşılayır. Və belə bir oturma alanı. Hər şey gözəl, səliqəli və zövqlü düzəldilib. İnfrastruktura tamdır. İndi hamısını göstərəcəyik. Başlayaq sağ tərəfdən. Görək burada nələr var. Sonra sol tərəfə keçəcəyik. Açıq havuz, qapalı havuz, hər şey var burada. Məndən sağda fitnessdir, solda uşaq otağı. Öncə bura baxaq. Uşaqların oynaması üçün balaca bir yer düzəldilib, amma çox qəşəng, maraqlı, kondisionerinə kimi taxılıb. Arxada fitness zaldır. Bu tərəfdə bir lift var, digər tərəfdə 2 dənə lift var. Və bura isə fitness zalımızdır. Mən də salamlayıram buradan hər kəsi. Ən müasir trenajör alətlərlə təchiz edilmiş gözəl bir zal. Walk in strong, walk out strong. İngilizce yaxşı bilənlər başa düşdü.
Belə davam edirik. İndi isə gedirik qarşı tərəfə. Ora baxacağıq inşallah. Burada kafeteriya hissəsi var. Balaca mini kafe. Burada daxil olaq. İşıqları açdım. Baxın, mini fransız stilində balaca masalar, stollar. Balaca bir qonağımız var burada. Kedi. Bu isə kafenin açıq hissəsi. Bəli, burada yaşayırsınız, ürəyiniz çay, kofe istəyir, açıq havada və ya qonağınız gəlib, burada oturub qarşılayırsınız, söhbət edirsiniz. Yan tərəfində banan ağaçları, palm ağaçları, yaşıllıqlar. Möhtəşəm. Hələ mən mənzili demirəm, bu mənzili doğrudan da görsəniz şok olacaqsınız. Bu mənzərə doğrudan da çox gözəl, möhtəşəm bir mənzərədir. Sona kimi izləyin. Mən həmişə mənzili sonda göstərirəm. Əvvəlcə infrastruktura, sonra mənzil. Bura isə sinema, mini kinoteatrdır. Səs necə deyirlər, səsin çölə çıxmaması üçün xüsusi izolyasiya ilə təmin olunub hər şey. Oturmağa qəşəng rahat divanlar. Oturursunuz burada, uşaqlarınız, özünüz filmə, multfilmə, cizgi filminə baxırlar. O belə. Davam edirik. Burada 2 dənə lift. Spa bölməsinə daxil olaq. Burada swimming room, swimming pool, hamam, sauna. Və hamam saunanın olduğu yerə daxil oldum. Hamam da çox gözəldir, fikir verin. Hamam çox qəşəngdir. Çox maraqlı, dizayn, zövqlü. Ortada göbək daşı adlanır, yumru daş. Və sauna da maraqlıdır. Çünki siz saunada oturub, böyük ekran deyəcəkdim, böyük şüşədən havuzu görürsünüz. Bu qapalı havuz hissədə, indi orada gedəcəm. Sauna da böyükdür. Və bu tərəfdə əşya qoymaq üçün yer, duş, VC-lər və s. İndi isə daxil oluruq qapalı havuza. Qapalı havuzun hər yeri yerdən ısıtma sistemi var, qızdırır. Ona görə həm də su, havuzun özü də suyu istidir, sıcaq havuzdur. Ona görə, necə deyərlər, bura çox istidir. Havuz da nə çox böyük demək olar, nə də balaca xudmani, normal hovuzdur. Yəni binanın sakinlərin sayına görə normal. Nəzərə alaq ki, qışda burada elə də çox insan olmur Alanyada. Əsasən ev sahibləri yayda gəlirlər. Mən çıxıram çölə, balaca uşaqlar üçün hovuzdur bura. Bu isə bizim açıq hovuzumuzdur. Yolun o tərəfi zaten dənizdir. Dəniz həvəskarları keçirlər yolu, qəşəng 1 dəqiqə heç vaxt almır. Və hovuz böyle tam göstərim sizə. Bax belə. Dairəvari gedir birləşir. İçəridəki hovuzla qapalı hovuz hissə ilə birləşir. Yarı hissəsi isə çöldə qalır bu şəkildə. Bu da bizim binamız. Qaldı yer qapalı park hissə. Oranı da göstərib çıxacağım mənzilə. Mənzili qaçırtmayın. Oradan da çox baxımlı, görməli bir evdir. Mənzərə olaraq çox dəhşət gözəl evdir. Əziz dostlar, endim binanın qapalı otoparkına. Baxın, liftlər birbaşa bura enir. Və burada çox böyük ərazi var. Qarşı tərəfdə də indi qaranlıqdır, görsənmir. O digər blokun lifti də ora inir. Orada da çox yer var. Yəni mən bu qədər böyük gözləmirdim açığı qapalı park yerini, amma doğrudan da böyükdür. Baxın. Burada yaşayan bütün sakinlərə rahat yer olar. İndi isə qalxırıq
əsas hissə mənzilə. Və liftə daxil olduq. Gözəl bir lift bizi gözləyir. Bizi aparacaq yuxarıya. Əziz dostlar, gəldik, çıxdıq ən son mərtəbəyə. Baxın, bura koridordur, gör necə gözəl. O açıq qapı bizi gözləyir. Ora bu mənzilin bu binanın ən gözəl mənzilidir. Dəhşət bir mənzərəsi var da, yəni. İndi mən daxil oluram içəriyə. 3+1, 4 otaqlı evdir, əziz dostlar. Möhtəşəm bir şeydir bura, möhtəşəm. Mən gördüyüm ən gözəl mənzərə deyə bilərəm. Alanya'dakı evlər içində ən gözəl. Burada belə bir sanuzoldur. Balaca sanuzol. Aşağıda böyük salon. Gözəl nərdivanlar, işıqlandırma sistemi filan. Hər şey xüsusi materiallardan, yer laminat. Bura mətbəxdir. Kondisionerlər taxılıb inşaat şirkət tərəfindən, Hitachi markası. Və çox səbirsizlənirdim buranı sizə göstərməyə. Bu sadəcə aşağı salonun mənzərəsidir. Belə bir balaca balkon, yanında böyük balkon da var. Alanya qalası gözümüzün önündədir. Bu bizim balaca balkonumuzdur. Burada dayanıb hava almaq üçün. Axşam mənzərəsi buranın dəhşət gözəldir. Alanya qalası yanır, hər yerdə işıqlar. Aşağıya baxın. Dayanacaq, hər şey buradadır. Yəni, restoranlar, kafelər, gəzinti yolu. Nəysə, yuxarıdan daha gözəl görsənəcək. Qayıdaq mənzilimizə. Gözəl nərdivan. Mətbəx içəridə. Ev hardasa 170-180 kvadrat metrdir. Yuxarıda balkonda öz şəxsi jacuzzisi də var. İzləyin sona qədər. Bu da sol tərəfə çıxan balkon. Burada böyükdür. Rahat oturmaq, yemək, içmək üçün əlverişli, gözəl. Hara baxırsan dənizi görürsən. Hara baxırsan gözəl mənzərə görürsən. Doğrudan da bu mənzil, yəni xəyalı olan insanlar, arxada da dağdır. Yəni belə mənzil xəyal edən insanlar üçün ideal mənzildir. Əlbəttə qiyməti yüksək ola bilər, amma mənim vasitəmlə mənə müraciət etsəniz çox böyük endirim olacaq. Bu mənim yazdığım qiymət və sonda deyəcəyim qiymət bu price'dir, listə qiymətidir. Amma mənim vasitəmlə gəlsəniz çox gözəl endirim əldə edəcəyik. Yəni bu 5000, 10.000 euro yox, yəni çox böyük məbləğdə endirim edə bilərəm bu evdə. Baxın, daha bir otaq sağ tərəfdə. Solda ümumi bir sanuzol, duş kabin. İçərisi gözəl düzəldilib. Xüsusi şkaflar yığılıb. Orada çamaşır makinesi üçün yerdir. Öncə bu balaca otağa baxaq. Belə bir mebellə təchiz olunub. Klimalar, kondisionerlər bütün otaqlara taxılıb. Və buradan çıxırıq böyük balkona. Böyük balkona çıxırıq. Yenə bu mənzərə, əziz dostlar. Alanya'da belə mənzərə, yeni bina çətin, yəni hələ ki yoxdur. Mən görməmişim. Mahmudlarda var yeni binalarda, amma Alanya'da çətin. Qabaqda jacuzzi var, onu da göstərəcəm. Növbəti otağımız gözəl panoramik şüşələr, pəncərələrlə təchiz olunub qapılar. O otağın da öz sanuzlu var, duş kabinli. Bu tərəfdə isə daha bir otağımız. Hündür tavanlı. Bəzən duplekslərdə biraz fərqli olur, yarı çəpinə olur tavan, amma burada hamısı düzdür. Və buradan yenə də yan balkona çıxıram. Və burada böyük bir jacuzzi var. Bəli, yayda oturursunuz burada. Özünüz üçün, yəni həyatın dadını çıxardırsınız da, nə deyim. Öz şəxsi evinizdə balkonda belə bir jacuzzi. İndi bu tərəfdən göstərəcəm bax. Uzanırsınız, başınızı sökürsünüz ora. Qəşəng.
Buraları da əlbəttə ki, evi alanlar bəzən bağlayırlar, bəzən xüsusi sistem açılıb bağlanan sistem quraşdırırlar. Yəni hər şey eləyə bilərsiniz. Görün nə boyda balkondur. Belə əziz dostlar, nə deyim? Allah almaya belə gözəl evlər qismət eləsin. Bu evi kim almaq istəsə mənə müraciət eləsin. Çox ucuz qiymətə bu evi ala biləcəyik. Yəni mən dediyim 1 milyon yarım avrodur da, 1 milyon 500 min avrodur bugünkü gün listə qiyməti. Amma hal-hazırda Alanya'da satışlar zəif olduğu üçün, bazar qiymətləri endiyi üçün bu evi mənə müraciət eləsəniz çox yaxşı qiymətə ala bilərik. 4 otaq, yeni bina, tam infrastrukturalı, yaraşıqlı bir bina, bəmbeyaz. Mənzərəsində də dedim də, bundan artıq bilməm necə ifadə edeyim. Belə, bununla da videomu yekunlaşdırıram, sağollaşıram. İzlədiyiniz üçün təşəkkürlər. Yeni abunə olanları salamlayıram və təşəkkür edirəm. Gələn videolarda görüşənədək sağ olun, var olun.